Dəyərli izləyicilər, hər vaxtınız xeyir olsun. Xırdalon şəhəri Köhnə Bazarın qarşısında Kristal Abşeron 1-də yeni tikili binasında ümumi sahəsi 47 kvadratdan ibarət əşyalı olaraq satılan bir mənzil çəkib sizə təqdim edirəm. Öncədən qeyd edim, mənzil orta mərtəbə, orta blokdur. 16 mərtəbəli binanın 12-ci mərtəbəsidir. Görünən bütün əşyalar qalacaq. Binamızın həyətində qarajı, yeraltı su anbarı, bina çox əla bir yerdə yerləşir. Kristalın yeni tikili binasıdır. Qiymətdə çox münasib bir qiymətdir. Mənzilin qonaq otağıdır. Qonaq otağının baş tərəfində mətbəx yerləşir. 47 kvadratdır. Bir otağın 2 otağa düzəlmə bir mənzildir. Mənzildə əşyalar var və əşyalar çox az bir müddət istifadə olunub. Çox az. Yəni demək olar ki, bax, heç reklamı belə çıxarılmayıb. Yəni 1 ay, 2 ay belə deyək. Qonaq otağının genişliyi əladır. Burada stul var. Burada sadəcə plazma televizor çatışmır. Qalan hər bir şey var və bu mebel bahalı mebeldir. Yəni öncədən qeyd edim, digər elektronikada olsun, mətbəx mebeli də olsun. Mənzilin əsas seyf qapısıdır. Mənzilə daxil olduqda sol tərəfdə sanuzelimizdir. Təmir səviyyəsini görürsünüz. Təmiri çox əla vəziyyətdədir. Sağ tərəfdə qonaq otağını çəkib təqdim elədim. Və burada qarşıda yerləşir bizim yataq otağımız. Yataq otağının da tam mebellə təchiz olunubdur. İsitmə sistemi kombidir. Kombin aparatı, radiatorları yığılıb və çıxarış əldədir. İpoteka yararlı bir mənzildir. Eyvanı və kombini çək göstər. 47 kvadratlı mənzil satılır 101 min manat. Amma öncədən qeyd edim, mənzilə 101 min manata əşya daxil deyil. Əşya əlavə qiymətdir, yəni 101 minin endirim olacaq, əşyalı isə tam fərqli bir qiymət olacaq. Mənzilə baxmaq istəsəniz yuxarıda bizim əlaqə nömrəmiz var. Zəng edib məlumat alıb gəlib mənzilə yerindəcə baxa bilərsiniz. Dəyərli izləyicilər, sizin də Xırdalon şəhərində əmlakınız varsa, əmlakınızı tez bir zamanda satmaq istəyirsə, bizə müraciət edə bilərsiniz. Vaxt ayırıb izlədiyiniz üçün çox sağ olun.